Mən Açılov Dilşad, Xanqa tümənindəki Tamadrovadik hududunda Baxtiyar Məryəm fermer xocalığı rəhbəri olamaq. Bizim fermer xocalığımız 2005-ci ildə təşkil tapılan yönəlişimiz paxta qəllə yönəlişidir. 2005-ci ildən beri paxta qəllə yetişdirib kelməkdəmiz. Fermer xocalığı təşkil tapqanda bir bitta texnika bilan iş başlayacağımız 28 hektar yer bilan. Mənə azı Xudoya şükür texnikalarımız yuqarı olumlu texnikalardan həməsindən var desəyəm boladı. Bu yıl hazırda 120 hektar yelik qilyapmiz. Paxta qəllə yetişdirib kelyapmiz. Mənə texnikalardan, yuqarı olumlu texnikalardan oldingi Xitayda işləb çıxarılgan paxta teriş maşinasını aldı. Bu bizə juda katta yordam oldu. Paxta yığışdırıb alışda yuqarı sifətli, yuqarı sortlara tapşırışımıza katta yordam oldu. Fermerçiliğin başlayan paytlarımızda paxtadan 25 sentiner, qəllədən 40-50 sentiner alsaq, bunu bizə katta yutuq deb hesabla bir dedik. Mənə paxtaçılıqda katta özgəriş oldu. Yuqarı Xitay növləri kirib geldi, çet el urug'ları. Katta özgəriş oldu paxtaçılıqda. Yerlərimizi lazerli planerdə tekislədik. Oşanın hesabıga bizə hazır mənə paxtadan aldığım yıl 55 sentirdən hasıl aldıq paxtadan. 2025-ci ildə fermerlər kengeş təşəbbüsü bilan təcrübə alınmaqsada Xitay dövlətində olduq. Ular da paxta yetiştirişini, buğday yetiştirişini həmən nəmələrini öyrənib geldik 10 gün mobaynında. Ular da yer şəraiti bilan bizim yer şəraitimiz ən çox farqlıdır. Bizim yerimiz ulardakidən yaxşı, köp. Ular da təcrübəsini alıb, bilim bilan Xuda xalasa bu yıl aldığın yıl 55 sentirdən paxta yanmasaq, bu yıl 65-70 sentirdən paxta tutadırmız. Nəticəmiz şunlar oladır. Ulardan ötüb ketəmiz bizə yaxın 2-3 il içində. Mənə bizdə yurtbaşımızı yana bizə verən yana bir imkaniyyəti 322-ci qərar əsasında 20 sotikkaça dərəcədən qaramal baxış üçün, texnikaları saxlaş üçün yer uchastkasi ajratib berildi. Biz şundan unumlu faydalanıb, mana yengil konstruksiyada qurib oldik. Oldinlari yem xashak uchun yerimiz bo'lmagani uchun 10 ta 15 ta molni boqishga klubimiz yetadi. Mana hozir 10% yerimizga oziqabop ekinlarni ekishga ruxsat bergani munosabati bilan mana mol sonimizni bu yildan 70-80 boshga olib chiqdik, xudo xolasa. Keyingi yildan buni 100 boshdan o'tkazamiz.